Bugün herkes bilir ki Cəbrailimizin işğaldan azad olunan günüdür. 30 il həsrətində qaldığımız Cəbrailimiz, doğma Cəbrailimiz. Bu günümüzə şükür. Bunların da səbəbkarı qəhrəman şəhidlərimizdir. Biz bugün şəhidlərimizin hesabına Cəbrailimizə gələ bilirik, tədbirimizi keçirə bilirik, şəhidlərimizin məzarını ziyarət edə bilirik. Allah itkin şəhidlərimizdən də bizə bir xəbər yetsin, bizə bir xəbər versin. Bir təskinlik yer olsun ki, onlar da bugün məzara ziyarət edə bilsin. Rahatlansın, təmkinləşsin. Mən hər birinizə təşəkkür edirəm. Biz də Azərbaycan Respublikasının şəhid ailələri, Əlillər və Müharibə Veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi sədri olaraq bugün özümüzə borc bildik ki, işğaldan azad olunan günü burada şəhidlərimizi ziyarət edək və tədbirimizi keçirək. Hər birinizdən Allah razı olsun. Allah ordumuzu qorusun. Allah əskərlərimizi qorusun. Allah Ali Baş Komandanımızı qorusun. Bayrağımız hər zaman ucalarda, zirvələrdə dalğalansın. Allah şəhidlərimizə rəhmət eləsin. Var olasın. Çox sağ olun ki, Allah sizdən razı olsun ki, hər biriniz o boyda yolu, məsafəni düzdür. Yol, məsafə qət edib gəlmək şəhidlər üçün heç nədir. Biz ayağı yalında şəhidlərimizin məzarını ziyarət eləməyə bugün hazırıq. Çünki bir ömür boyu qəhrəman şəhidlərimizə borcluyuq. Hər dəqiqamızı, günümüzü şəhidlərimizə borcluyuq. Qazilərimizə, veteranlarımıza, könüllərimizə Allah hamısına can sağlığı versin. Allah ömür versin. Allah şəhid analarımıza, bacılarımıza, qardaşlarımıza səbir, dözüm versin. Allah sizə ömür versin, Gülü bacı, Tərənə bacı. Hər biriniz Allah ömür versin, can sağlığı versin. Çok sağ olun. Sədrimizin mavini Dürdanə xanım öz sözünü deyir. Buyurun Dürdanə xanım. Hər birinizi salamlayıram. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz bugün Cəbrayıl rayonundayıq. Yəni elə indi çatmışıq. Öz doğma torpağımızdayıq. Yəni bugünkü günü özümüzə borc bildik ki, bugün gələk Cəbrayılın işğaldan azad olunma günü 4 oktyabrdır. Bugün gələk şəhidlərimizin ruhunu burada şad eləyək. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Cəbrayıl rayonu, Cəbrayıl şəhəri bizim üçün təkcə bir rayon, təkcə bir şəhər deyil. Cəbrayıl rayonu bizim üçün bir tarixdir. Bizim ruhumuzdur, bizim canımızdır, bizim qanımızdır. Biz ona adi gözlə daha Cəbrayıl rayonu, Cəbrayıl şəhəri baxa bilmərik. O bizim üçün bir tarixdir. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bax bu şəhid analarının, şəhid bacılarının qarşısında mən baş əyirəm. Onların övladları, bugünkü gün onların övladlarına borçluyuq. Bu cür analarımıza borçluyuq ki, bizim xalqımız üçün, bizim vətənimiz üçün belə vətənpərvər, belə igid oğullar böyütdülər, yetişdirdilər. Və bugünkü gün onların sayəsində, Ali Baş Komandanımızın gəmir yumruğu sayəsində bugün torpaqlarımız işğaldan azad olundu. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Və biz də hər zaman bilmək olar ki, tez-tez gəlirik Cəbrayılımıza. Bu çətinlik bizi heç vaxt qorxutmur. Çünki bizim şəhidlərimizin tökdüyü o qan, bizim bu çəkdiyimiz əziyyət bu heç nədir. Heç nədir. Onlar öz ömürlərini yarımçıq qoydular. Onların xəyalları, onların arzuları yarımçıq qaldı. Bütün şəhidlərimizin ruhunun qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və bizim başqa üzvlərimiz də var. Onlar da gəlmək, can atırdılar. Ancaq bugün bizim yəni maliyyət cəhətdən, maddi cəhətdən yəni bizim ona yol vermədi ki, biz o şəhid analarında, şəhid valideynlərində gətirək bura. İnşallah gələcək tədbirlərimizdə yəqin ki, onlar da gələcəklər. Çox sağ olun. Bax, burada qazilərimiz oturub, veteranlarımız oturub. Hər birinə özlərinin təşəkkürümüzü bildiririk. Çünki onlar da bir tarixdir. Onlar da şəhid ola bilərdilər. Bugün onlar, necə deyim, o günlərin şahididirlər. Hər birinə biz borçluyuq. Allah can sağlığı versin.
qazilərimizə, veteranlarımıza, əlillərimizə Allahdan can sağlığı şəfa diləyirik. Allah xalqımızı, dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun. Əskərlərimizi qorusun. Hər birinizə öz təşəkkür edirəm. Gülü xanım, buyurun. Bizim qəhrəman itkin şəhidimizin bacısıdır. Çok sağ olun, çok var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısının qarşısında baş əyirəm. Hamısı mənim qardaşımdır. Əzağı ilə bərabər onlar mən seçmirəm. Hamısı mənim qardaşımdır. Allah hamısına rəhmət eləsin. Mənim qardaşımdan da bir Xəbər gəlsin. bilək hamımız onun bir məzarı olsun. Allah'tan arzu eləyirəm. Bütün Amin. itkinlər, bütün anaların, bacıların gözü yoldan yığılsın. Mən də onların içində. Hamısına Allah rəhmət eləsin. Çox sağ olun, çox var olun. Allah sizdən razı olsun. Allah veteranlarımıza, qazilərimizə can sağlığı versin. Onlar da çox əziyyət çəkiblər, çox canları ağrıyır, hələ də ağrıyırlar. Allah hamımızın canı sağ eləsin. Qardaşlar, qazi qardaşlar, veteranlarımız, hamımız Allah canınızı sağ eləsin. Əziyyət çəkmişsiniz. Siz də çox sağ olun, çox var olun. Düdanə xanım, nə yaxşı ki, siz Səməd müəllim qrup gəlmişsiniz, veteranlarımız. Yad edirsiniz şəhidlərimizi. Allah bütün itkinlərimizdən bizə xəbər yetirsin Gülü xanım. İnanıram Allah ki, sizdən sizin razı gözünüz yolda olsun. qalmayacaq. Həmişə mən sizdən çox razıyam ki, siz gəlirsiniz. Mən gözümü şahidiyəm ki, həmişə bizlərimizin yanındasınız. Çox sağ olun. Bizim Əziyyət borcumuzdur. çəkirsiniz, yolları, Borcumuz. uzaq yolları gəlirsiniz. Hamımızın borcudur, amma əziyyət çəkirsiniz. Allah əziyyətinizin bəhrəsini versin. Borcumuzdur. Çox sağ olun. Nə yaxşı ki, Cəbrailimizin belə vətənpərvər qızları var, oğlanları var. Hardakı şəhidlərimizdən danışırıq. Mən inanıram ki, Çox sağ şəhidlərimizin olun, ruhu çox oradadır. var. Bugün biz Bəli, şəhidlərimizi yad eləyirik. Bilirəm ki, bax, onlar hardasa mənim belə bir kitabımda belə bir söz var ki, qəhrəman şəhidim, görəsən cənnətdən bizə necə Bəli. baxırsan. Mən bilirəm ki, onların hamısının ruhu Arzuları buradadır. yarımçıq qalıb. 22 yaşı var idi mənim qardaşım. İtkin düşəndə 22 yaşın içində idi. Qəhrəman şəhidimiz. Arzuları yarımçıq qaldı. Onların hamısına mən qurban olum. Hamısına. Bu torpaqda qan tökən o balaların, o qardaşların hamısına mən qurban olum. Anamına qurban olum. Sizin də elə anamına. dərdinizə mən qurban olum. Yaralı İnşallah ki, anamına itkinlərimizdən qurban olum. xəbər Gözü gələr. yolda qalan anamına qurban olum. Bu torpaqlarda qan tökən oğlanların hamısına. Çox sağ olun, çox var olun. Hüseynov Əzzağa, Məhəmməd Qəhrəman Əli şəhidimiz qardaşım. Hüseynov Əzzağa Məhəmmədəloğlu, itkin Bəli, şəhidimizdir bizim. bəli. Allah bir xəbər getirsin. İtkini Yəni, çox pis Biz şeydir nə arzulayaq? qardaşlar. Arzuyaq Çox ki, gün o gün olsun. Bax, bu da sevindirici bir xəbər olar ki, gün o gün Bəli, olsun. bəli. Ondan bir Bəli, xəbər bəli, gəlsin. bəli. Gələk bir gün onun məzarı üstündə toplaşaq. Ruhuna Fatihə oxuyaq. Ruhuna dualar Allah oxuyaq. köməyiniz Allah olsun. gözünüzü yoldan Allah yesin Gülü köməyiniz xanım. olsun. Çox sağ olun. Allah dualarınızı qəbul eləsin. Sağ olun. Allah canınızı sağ eləsin. Sizi əksik olmayasınız bu rayonumuzdan, cəmiyyətimizdən. Çox sağ olasınız, var olasınız. Siz sağ Mən olun. razıyam bir şəhid baisi kimi. Bir Borcumuzdur bizim əziyyət çəkməliyik. Çok var olun, çok sağ olun, çok var olun. Borcu olmayanlar da var. Nə qədər əziyyət çəksək də onlara Axtarmayanlar borc da var, deyil. qardaş, axtarmayanlar da var. Valla bu gizlin deyil. Yəni, o bizlik deyil, o kim axtarmır yəni özləri bilər. axtarmayanlar da var. Allah Bizim özümüzün axtaranların mənliyimiz var, köməyi olsun. özümüzün mənliyimiz. Çox sağ olun. Bizim qabağımızda, gözümüzün qabağında şəhid olub onlar. Onları biz nə təkcə axtarmıyıq. Onun əksəriyyəti mənim əskərim olub. Əksəriyyəti o şəhidlər mənim əskərim Bizim olub. qəhrəman şəhidimiz Ruhin Qəhrəmanovun anası. Buyurun, dəyərli ana. Var olur məni bizim balalarımızı axtardığımıza görə, bugünkü gün bu qədər yol qət elədiyinizə görə sizə çox minnətdaram. Əziyyət çəkən qardaşlara çox minnətdaram. Bizim bu torpaqlara gəlməyimiz çox ağırdır, Düzdanə xanım. Həqiqətən ağırdır. Çünki ən birinci Lələtəpə döyüşündə mənim balam döyüşə girəndə deyirdi ki, ana, ata, bura bizim kəndimizdir. Bizim kəndimiz elə buradadır, buradır. Ən birinci bura deyirdi ki, mən sizə fəxrlə zəng eləyib deyəcəm ki, mən Cəbrailə aldım. Mən Xudaverdili kəndini aldım. O qismət olmadı. Lələtəpə ən birinci elə Astanadır. Ən birinci 25 ildə alınmayan torpaqları mən Mehriban xanımın qəbulunda olduq biz. Ən birinci gəldi ki, ən birinci dedi az da olsa torpağı aldılar bizim balalarımız.
Amma dedi az yox. 25 ildə bir qarış alınmayan torpağı sizin balalarınız aldı. Biz o balalarla fəxr eləyirik. Allah prezidentimizə dəyməsin. Amin. Allah əziyyəti olan o hərbiçi qardaşlarımıza Qanları dəyməsin. yerdə qalmadı. Elə qazi qardaşlarımıza bunlar da onsuz da şəhid olmasalar da vallahi hamısı yarımcandılar. Mən bilirəm, mən yoldaşım üzr istəyirəm. Qılçından düşman güllə salıb, oğlum da ki yenə həmin döyüşdə iştirak eləyib yenə. Yəni mən bilirəm o əziyyətləri. Allah onların əziyyətini yerdə qoymasın. Amin. Mən dəfələrlə dedim torpaqlar alınsa mən başımı dik tutaram. Torpaqlarımız alınıb bugün Allaha çox şükür. Mən fəxr edirəm elə oğlanlarla, sizin kimi qeyrətli oğlanlarla, qızlarla ki, bugün bizim qapımızı açırsınız, bugün bizi axtarırsınız. Çox sağ olun, çox var olun. Birliyiniz daim olsun, qədim olsun, var olun. Çox sağ olun. Hamınıza minnətdaram mən. Çox sağ olun, çox Siz var sağ olun. olun, siz var olun. Çox sağ olun. Çox Biz sağ də olun. sizlə fəxr edirik. Sizin kimi qəhrəman analarla fəxr edirik. Allah sizləri var eləsin. Biz həmişə sizin yanınızdayıq. Həmişə. Nə qədər ki canımızda can var, şəhidlərimizin ruhunu şad eləyəcəyik, onları ziyarət eləyəcəyik, şəhid ailələrinin yanında olacağıq. Əlimizdən nə gəlirsə eləyəcəyik, eləyəcəyik də. Sona kimi. Bizim de evlatlarımızdır, bizim de kardeşlerimizdir, bizim de balalarımızdır. Allah ruhlarını şad eləsin, məkanlarını cənnət eləsin. Allah birliyimizi qorusun. Səməd müəllimə, Dürdanə xanıma, Zahid müəllimə, birliyimizin üzvlərinə hər birinə can sağlığı versin ki, daim şəhid ailələrin ziyarət edə bilsinlər. Nə bilim, mən də o imkanlı şəxslərimizdən xahiş edirəm ki, yəni bizim bu cəmiyyətimizə kimin gücü çatır, dəstək olsunlar. Çünki gündən var, hamısını Səməd müəllim, Dürdanə xanım öz şəxsi hesabına edirlər. Allah Allah sizin kömək eləsin. eləsin. Sahilə xanım bizim birliyimizin fəxri üzvüdür. Çox sağ olsun, çox təşəkkür edirik. Siz sağ olun. Siz sağ olun ki, məni özünüzə layiq bilmisiniz, cəmiyyətinizə qoşmusunuz. Nə deyim, çox mən ürəyimdən keçənləri deyə Biz bilmirəm. bilirik ki, siz necə vətənpərvər bir Bir xanımsınız anlarda ona çox görə. kövrəldim. Allah bir daha deyirəm, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza hər birinə can sağlığı versin. Amin. Bayrağımız daim ucalarda yüksəlsin, Zirvələrdə dalğalansın. dalğalansın. Amin inşallah. Amin. Söz verdim şimdi. Buyurun bizim hörmətli qazimiz Zahid müəllim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Biz nə eləsək də, nə arırsaq da ömür boyu bu şəhidlərimizi boşluyuq. Bu şəhidlərimiz üçün biz nə eləsək boşluyuq. Mümkün deyil. Bunu hamı eləməlidir. Tək biz yox. Bunu hamı o şəhidlər üçün şey eləməlidir. O şəhidlər bizə halallıq verə bilsin. Elə olsun ki, o şəhidlər bizə halallıq versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Kimlərimizə də tez qapı açılsın, gəlsin, çıxsınlar. Çox sağ olun Zahid müəllim. Allah vetanlarımızı, qazilərimizi qorusun. Allah birliyi qorusun. Sağ olun. Döyüş yoldaşım bak, ziyafət buradadır. Ziyafət qardaş. Ziyafət müəllim, bir də Buyur ziyafət qardaş. Mənim dəyərli qardaşım. Bütün şəhidlərə Allah rəhmət etsin deyirəm. Oğul dərdi böyük dərddir. Elədir. İtin dərdi ona da böyükdür. Mən hər bir səbr edirəm. Can Allah rəhmət eylesin. Mənim qardaşım da qardaşım hizmet eləsin. Eləmi? şahid. Yenə hamımıza başsağlığı verirəm. Oğul dərdi böyük dərddir. İti böyük dərddir. Səbr edirəm hamımıza. Allah rəhmət etsin. Allah sizə səbir versin. Allah can sağlığı versin. Bilirəm. Buyurun. Cəbrayildə ilk dəfə bütün ölənlərimizə Allah rəhmət eləsin. Amin. İlk dəfə Cəbrayildə Qaracalı kəndində bu qardaşın oğlu rəhmət etdi Bakıda. Orada dəfn olundu. İlk dəfə yəni birinci adamdır ki Cəbrayildə var. Allah ruhunu şad eləsin. Məkanı cənnət olsun. Allah Məkanı uca səbir olsun. versin. Hayata səbir Allah versin. şükür ki, bütün torpaqlarımız düşmən işğalından azad oldu. Şəhidlərimizin də qanı yerdə qalmadı. Adam onda pis olardı ki, onların qanı yerdə qalardı. Torpaqlarımız işğaldan azad olmazdı. Amma bugün biz çox sevinirik, fəxr edirik ki, torpaqlarımız işğaldan azad olundu. O həmin o şəhidlərin də qanı yerdə qalmadı. Allah hamd olsun Dürdanə xanım. Mənim sizə məni bağışlayın, balaca uşağım 3 aylıq idi rayondan gələndə. Mənim qardaşım 93-cü ildə oktyabrın 10-da qucaqda itkin düşdü. Mehman adlı bir oğlanla Maraylan kəndində.
Mənim o uşaq, siz də məni bağışlayın, nə tər nifrətlə o böyüdüsə, mən həmişə baxırdı ki, şəkillərə baxıb ağlayıram. Deyirdi, ana, sən ağlamayın, mən onsuz da daimi gedib, mənim öz daim də şəhid olub, Şəmil daim. Avtobusunun orada birinci, o mənim daimdir, Şəmil daim. Deyirdi, ana ağlamayın, mən onu onsuz da böyüyüb gedəcəm. Allaha and olsun, bu müharibə olana qədər o adam nə qədər elədi, evlənmədi. Özdə şeydə Paqranda, Naxçıvanda saldatlıq keçmişdi. Onu bizim bankomat Səməd müəllim aparmadı. O özünün işi var idi. Qardaş işi var idi. Obyekti var idi. Bağladı, qoşuldu, hökumət həmsinə getdi. Pramor o, hara ki o müharibənin adı da geçərdə yoxdur. Allah'ım olsun. Kardeşimin kamazı var idi Hüseyin. O bir tərane bilir. Kamazım getdi. En ağır bir o cəbhənin ağırlığında o kadar Çin var idi ki oradaki. Onu da aparmamışlar kardeşimi de. Onlar çağırılmadan gittiler. Adı bir yerde olmadan orada can verdiler. O da bu da mənim Gülü xanımla sizin qardaşınızı Əzzəmanı qəhrəman etkin şəhidimizi paylaşdım Facebook səhifəsindən. Oradan mənə bir nəfər yazdı ki, bəs mən bu insanın, bu şəhidimizin Əzzağanın itkin olduğunu bilmirdim. Biz bir yerdə döyüşmüşük dedi. Əzzağa dedi, elə bir oğul idi ki, yəni özün qabağa verən oğullardanıdır. İtkin olduğunu bilmirdim. Onun haqqında danışdı. Mənə dedim, əgər biraz mənə məlumat versəz, mən onun haqqında yazmaq istəyirəm. Mənə məlumatlar verdi. Dedi ki, hansı kəndi dedi, orada şəhid olmuşdular. İtkin düşmüş dedi, Bucaq kəndində itkin düşdülər. 2 nəfər olubdu. İtkin düşüblər onlar. Maşın ama kənarda olub. Maşın kənarda olub. Maşını qoyub gediblər döyüşməyə. Orada nətər olubsa ikisi də itkin düşüb. Döyüşənlər bilir, Marif idi onda komandiri. Allah Marif idi. Həmişə dedi, özün qabağa verən bir Mənim oğul. qardaşım da, mənim o balaca uşaqda, oğlumda, balaca dəndə 30 yaşı var idi. O müharibədə təmənnası çağırılmadan iştirak edir. Elə də Sabit müəllim də gətirərdi. Sabit müəllim elə onun komandiri olur. Marif mavin olur. Mavin idi. Mavin idi Sabit amma Sabit Mirziyev komandir idi. Orada 3 gün döyüşdə olublar. Dost olub. Sonra mənə deyir, baxdım mən, Hüseyin müəllim, adım Hüseyin, dedi bir yerdə vuruşmuşuq, bir yerdə dedi vuruşmuşuq. Hamısı Rəhman rayon. Deyiblər ki, Əzzağanın yanında Səlyandan biri olmuş. Şamaqdan biri. Hamısını gedib qardaşım danışdırıb, başına döyək. Böyük qardaşım. Allah bir xəbər yetirsin, Allah bizi kömək yetirsin, olsun. Allahdan ümid Allah yetirsin. kömək olsun. Allah bir daha müharibə vətənimizə göstərməsin. Allah Ali Baş Komandanımıza can sağlığı versin həmişə. Həmişə biz belə irəlidə gedək. Şəhidlərimizin də ruhu şad olsun. Mənim qardaşımla da Allah bütün itkinlərdən Allah bir xəbər. Bundan sonra heç bir ananın, bundan sonra heç bir atanın gözü yaşlı qalmasın. Bundan sonra xalqımız, vətənimiz şəhid verməsin. Müharibə görməsin. Bir daha müharibə olmasın. Həmişə xalqımız əmin-amanlıq içində olsun. Çox yandıdılar bizi, çox dağıtdılar. Bir daha qeyd eləyək ki, yəni Yuvamızı, onu yuvamızı da. biz həmişə qeyd eləyirik. Bax burada Zahid qardaş da şahiddir, ziyafətdə o qardaş da deyək ki, dördümüz şahidik. Əslində 1-ci Qarabağ savaşında indi kim şahiddir bilir. Biz elə həmin adamlarıq, həmin döyüşçüləri. Sadəcə bizə təminatımız, silahımız, sursatımız, geyimimiz, yeməyimiz yox idi. Düzdür, söhbət yeməkdən getmir, amma təminatımız yox idi. Doğrudan da rəhbərlik, vahid rəhbərlik, komandanlıq, bölgələrə bölmək, hardasa nə isə eləmək, silah sursat yoxdur. Əgər bir qurumsa, bir ordu gedir bugün orta məktəblərdən o zaman Uçebni avtomatları gətirib döyüşçülərə paylayırsa, biz onu atırdıq əlimizdə qızı vəriyirdisə, o əlbəttə savaş deyil. Quş tüfəngləri 91-ci ildə Qaracalı olsun, Balyan olsun, Doşul olsun, quşçuları olsun Şiştəpədə. Bunlar hamısı ov tüfənglərindən öz kəndlərin, kəsəklərin nüsüz, o tərəfdən mülkədərə nüsüz belə deyək də, Ziyarət dağının yanında. Hamısı müdafiə eləyirdi, hamısı müdafiə eləyirdi. Ona görə də biz çox əziyyət çəkmişik. Çox əziyyət çəkdik və məsələnin də çoxu bizi qınıyır. Beyləqan verilmədi. Füzuli bütövlükdə verilmədi. Kim yanlış danışır, o düz danışmır. Oradan Gədəbəy olsun, həm sərhəddi Ermənistandan hamı bilir. Onlar oradan bir qarşı ümumiyyətlə vermədi. Yəni
Qazaxda o 7 kənd falan. Yəni biri var hər yer gedə, onlar deyən kimi deyirdi biz sizi kürək kimi qovacağıq falan. Biz orada möhkəm sipər kimi dayandıq. Amma nəyimiz vardı sona qədər qutarıncan dayandıq da. Yəni vahid rəhbərlik, komandanlıq, başçı, onu rəhmətli Çingiz Mustafayev də çəkib, Laçında kamera var. Silah sursat yoxdur da, vahid komandan yox. Ordu əskərlər kimə tabi olsun, kimin komandasını eşitsin, bir nəfər olardı. Bir neçə nəfərlə olmazdı. Yəni bölünmək falan, parçalamaq, bizim Füzuli rayonu Veysəlli kəndində bir dənə tankımız vardı. O bir dəfə snaryad atırdı və ikincisi puşkadan çıxmırdı da, yəni orada qalırdı. Yəni biri irəli gedirdi, biri dala gedirdi, texnikada yox idi, vallahi yox idi. Yəni elə biz həmin adamlarıq, həmin hazırıq canımızı da verməyə. Ancaq vahid komandanlıq, rəhbər, ordu falan silah surfat yox idi. Oradan buradan tapıb gətirirdik. Cəmaatın hesabına. Yadınızdadır, pullar yığılırdı patron almağa. Bax, indi hamı köhnə adamlar hamısı bilir. Zahid qardaş da deyir, düz deyir. Yəni həmin vaxtlarda hamımız orada şahid olmuş. İndi o vaxtda məsələn silah sursat yoxdur bu heç öz yerində. Amma bu ordunu yaradan oğlanlar bizik. Həmən ordu, bu ordu böyük nəsil zəfər çaldı. Evet. Kimlər çaldı? Bizim balalarımız, uşaqlarımız. Evet. Həmən ordunun yaradan oğlanları, uşaqları bu zəfər çaldı. Bünövrəsin, betonun biz Betonu qoymuşuq, bünövrəsini qoymuşuq. Yəni bu ordu elə belə başa gəlməyib. Ordunu yaradan oğlanlar var. 15 nəfərdən gəlib çıxmış 60 nəfər, 60 nəfərdən nə 90 nəfər, 90-ın 40-ı qaçdı, qaldıq 50 nəfər. Bax belə yaratdı ordunu. Sabıya ilə özdəki biz gedir TOS 8 uçem avtomat təhlilər, qocalı belə silahlarla vuruşduq. Yalançı o Bulut Dağıdan toplarla, o Bəyək Səməd müəllim, Bulut Dağıdan toplarla, o toplar adam öldürmür ki, o Bulut Dağıdır. Yəni elə vəziyyətdə biz ordu yaratdıq. Həmən böyüncü gündə bu ordumuz qələbə çaldı. düz, yəni yəqin siz də şahid olarsınız. Yadınızdadır, Qarajallı kəndində İsa kişi vardı, Kamaz İsa, qıratıslıq 40 Katuşadan. Əlavə də bir Svarkadan 4 ayaqlı turba düzəltmişdik. Snaryadı qoyurduq o turbuya, Ziyafət. Akkumulyatorla birləşdirikdi, alazan geçsin, düşsün Hadrutun ağ yoluna, nə bilim alta, surdan o üzə. Bundan, yəni indi şükür Allah'a, indi elə şey yoxdur axı. Hələ o zülümlə, o zillətlə, xidmətlə o boyda yerləri biz saxladıq. Yəni onu hamı şahid. 26.000 şəhid. Yox, Füzulinin Qarakollu Görazılı yanında Qaracarlı Balyantda bax belə. Orada ötürücü var da, Ziyafət bilir. Bax ora biz top çıxartmışdıq, 60 nəfərli Ziyafət yadındadır. 60 nəfər bir topu çıxartmışdı ora ki, Məlikcan tərəfə, Qarakollu Görazılı istiqamətində hayhuy olsa, o topdan assınlar ora bir səs olsun. Desinlər, bizim də silahımız var. Yəni, çox zülmümüz var. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah hər birinizdən razı olsun ki, bugün şəhidlərimizi gəldik, andıq, yad elədik və hər zamanda anırıq. Dualarımızla, borcumuzdur. Son nəfəsimizə qədər Zahid müəllim demişkən, biz tək başına qalsaq belə bir yoldan keçsək, bir məzara, öz bildiyin kimi bircə dəfə Allah rəhmət eləsin desən, o da yetərlidir. Vallahi. Allah sizden razı olsun. Çok sağ olun. Allah hər birinizdən də razı olsun. Çok sağ olun. Çok sağ olun. Vətənimizin həmişə deyirik ki, ölkəmizdə vətənpərvər insanların sayı çox olsun. Elə olarsa şəhidlərimiz də heç vaxt yaddan çıxmaz, heç vaxt unudulmaz. Bizim hər birimizin borcumuzdur ki, həmişə şəhidlərimizi yada salaq, onların xatirəsini anaq, onları yad edək, onları gələcək nəsillərə ötürə bilək. Gələcək nəsil öz şəhidini tanısın. Cəmil müəllim, özdə siz söz özünüzü. Salam. Sizin hər birinizi salamlayıram belə bir gündə. Siz doğma çapayınızda xoş gəlmişsiniz. Mən sevinirəm. Belə bir şəhid ailələrinin 17 yaşımda könüllü məktəbdən qaçıb rayonda Sivyaza gəlmişdim. İnternet məktəbinin arxasında. Yəni belə bir insanlarla, məsələn bizim kəndçi sahiblərlə belə bir insanlarla mən sizinlə fəxr edirəm. Allah itkinlərimizə, itkin valideynlərimizə şad xəbər versin. Şəhidlərimizə şad olsun. Məncə ilk sözündə həmkarlarımız, millə şəhidlərimiz imkan var da paylaşmaq.
Arzumuz budur ki belə qəmli gündə yox, xoş günlərdir. Bugün Cəbrayılın xoş gündür, şadın azad olunan gündür. Amma ona baxmayaraq biz yenə də həmin o şəhidlərimizi bugün də anırıq. Bakıdan gələn rəhbərlik, cəmiyyət rəhbərliyinə, müavinlərə, üzvlərə çox sağ ol deyirəm. Yəni hələ bugün indi kim gələcəksə bilmirəm, ilkin sizsiniz. Konsertə hamı gələr, konsertdə iştirak eləməyə. Çox da sayda gəliblər. Amma xahiş edirəm Biz gəlmək. konserti nəzərdə tutmamışıq. Yox, Bizə sizi şəhidlərimizin deyirəm ki, anı yəni konsertə hamı Bizim gələr. xəbərimiz Amma yox. siz bugün birbaşa yəni gəldiniz, şəhidləri orada andınız, burada da indi ruhuna dualar okundu. Əsas odur ki, xahiş edirəm, gəlməmişdən mən də ictimai fəal kimi sözümü veteran sanmıram, çünki mənə veteran kimi işə vermədilər. Amma bir ictimai fəal kimi gələndə Zahid müəllimə deyin, yəni ya bir ev aşağıdadır bizim ev, yəni xidmət ev, ya da Horolda, fərqi yoxdur. Yəni orada sizi qarşılayım, bu bir yaxşı bir şey var. Bu da şəhidlərin ruhuna bir ilhamdır. Yəni, Çox sağ olun. bugün Allah sağ sizdən olsun razı Zahid olsun. müəllim Allah təşkil sizdən var edildi. eləsin. Amma daimi buradan geri yox, Horovluya gedəcək. Əgər yaxın bir ayda gəlsəz, yenə deyirəm, heç yana axtarmayaq. Əlaqə qrup sizlə orada görüşürük. Hə, əlavə gəlin, mən Zahid müəllim xəbər versinə. Yəni bir də siz, bunlar desən də, cəmaət bir balaca bir iş görür. Onu çox böyük edir. Amma siz işinizi, indi mən böyük şeymişim, qırıq, bunun hamısı, hər biri tarixə yazılasıdır. Allah sizi var eləsin. Onsuz yazarımız var bizdə. Yəni hər bir insan, bəlkə dedim, canlı şahidlərimizdir. Bax, elə dedi şəhid anıları özü. Yəni bunları işıqlandıraq. Paylaşın. Mənim 7 feyzim var. Mən TikTokda yoxam. Hərəsində də bir 3 milyonlu 3,7 nə qədər edir. Üç dənə də bizdə, mənim özümdə. Bəs deyirəm, 7 də məndədir. Yəni sizin bu işinizi paylaşmışam. Sizin zaten mən paylaşmışam, onu bütün paylaşdım. Yəni bu işlərinizi gəlməmişdən həm anons verək. Və siz o şəhid ailələrindən eləsi var ki, istəklə gələcək. Bilmir, eləsi var, bilmir. Yəni şəhərdən, çətinsə buradan da eləsi var, bəlkə mən dedim dedilər, yox, eləsi var, bilmir. O binada Yaxşı var idi. təklifdir. Bəs deyirəm də elan verək ki, bax, İslam cəmiyyət gəlir, siz onu şəhidi Aynı yardım 23'ünde de gelmiştik. Mən görməmişdim, yəni bilmirəm. Mənə də 15 dəqiqə qabaq deyib Biz ki, bu yayın Yox, içində də gəldik. 23 Zahid değil. müəllim. 3 dəfə, 3 Deyir dəfə. ki, işğaldan, o işğal olan günüydü. mən bax Azər işləyirəm burada, rəhbərliklə icazə verib, hər tərəfə. Paylaşmışam, niyə görürsən? Yox, gec Biz görürəm. sizlə əlaqə qura bilməmişik ki, bilmədik. Bəs deyirəm, bundan biz, yəni Azər işləyirəm. Haçan olsa, lap o sahədə də, bu sahədə də amma qabaqcadandan deyil. Yəni nəyə gücümüz çatırsa demirəm ki, belə ən azından ki, 1-2 nəfər də şəhid ailəsindən əlaqələndirərəm. Yəni görək kimdirsə. Keçən də bir tədbirdə şeylə mən görüşdüm, prezidentin nümayəndəsi ilə, Vaqif müəllimlə. Gördüm ki, düzdür, həmin günü 1-ci Qarabağ şəhidlər, amma bəs bunları bəyək yaxşı bilirsiniz ki, bunları ərsəyə gətirən atalar 2-ci Qarabağ şəhidləri, qazilər, niyə yada salmıyorsunuz? Onda bir neçə ildən sonra da Ərzağanın oğluna dedik. Bir neçə ildən sonra da onda bunları unudacağıq deyir. Ona görə də tarixi unudanın gələcəyi olmaz. Çox sağ olun, Yəni təşəkkür 5 ildən ederim. sonra, 10 ildən sonra Bunu bu bu- şəhidlərimizdə Bəli. eyni, yəni tarixə çevrilirlər. Fərqi nədir? Biz indi üzr sədr dedik, biz belə çıxır ki, o vaxt bizim üzr qaldı, namusumuz, qeyrətimiz yox idi. Bizim topumuz, silahımız yox idi, bizim ali baş komandanımız yox idi ki, dəmir yumruğumuz yox idi. Həmin nəslin nümayəndəsiyik də. Bunun oğlu, sizin oğlu, sizin oğlu tam döyüşmədik. Yəni bizim rəhbərimiz, birinci növbədə silahımız, rəhbərimiz olsa bizim orada silahımız da olardı. Yaxşı rəhbər silah tapardı. Amma topla, tankla, yabı ilə getdi birinci Şöyle Qarabağ BTR'ler şəhidləri. benim kardeşim eskerde BTR sürmüş. Bunları unutmaq Öyle olmaz. BTR'leri getirip bizim Hacı'nın Bəli. kendinde rahmet Biz kardeşim ruhu şad olsun. motoru yığırdı. Bugünkü Güzel döyüşçülərimiz bildi. Ali Baş Komandanın o çağrışı var idi. Ruhlandırıcı sözlərindən ilham alırdılar. Necə Bəli. gedir? O hər gün orada çıxış elədiksə inanın ki, əskərlərimiz daha da belə ürəklə, Şahsen əzmlə bizim döyüşürdülər. bak bizim Allah'ı bağışlayayım. Halkımız da bir o oldu. günü gözlüydü kardeş. O gün oturup gözlüydü. Bu boyda Evlenmedi. o Bir iş. qədər Ben ancak muhalim, ben Qarabağ alınmalıdır. Orada ben iştirak edeceğim. o qədər vətənpərvər ruh var ki, mən deyirsiz istəmirəm, mən müharibə istəyirəm. Alışıb yanıram ki, indi ermənilərin torpaqlarında var. Ermənin torpağı tarixdə yoxdur. O da kimsə. Yəni o qədər vətənpərvər ruhunda aşılanmış ki, söhbətlər gedir ki, yava dımırğı ilə gedən bir kişinin, bir qadının oğlu indi gəldi torpaqlarımızı aldı. İndi daha asan durur. Allah yəni şəhidlərin hamısı rəhmət etsin. Amma yava dımırğı ilə gedən, bəlkə deyirəm 10 nəfərə bir güllü ilə gedən qəhrəmanların oğlanları aldı bunu. Bəli, başda ali baş komandan olmasa heç bizim dronumuz da olmazdı,
tankımız, topumuz da olmazdı. O xarici siyasetten meşhur oldu. Bak böyle sizin kimi insanların, oğlanları da. Oturup o məqamı gözleyen oğlanlar da olur Bəli. ki orada ben iştirak eləməliyim. Bəli. Eyni Çok sağ olun, oğlanlar da. teşekkür ederim size. Xalqımız da bir oldu. Onu deyib ki, xalq da bir oldu. Bəs, Vallahi Xalq da bir Fidan xanım o oldu. vaxt da iyiydi. O İnanırsınız, vaxt da xalq elə iyiydi. bir əl-ələ verdi. Yox, Gülxan, bu dəfə Mənim yadıma düşür xalq də. elə bil hamısı ayağa qalxmışdı. Udaran sizi rəhbər gətir, cəmiyyət rəhbəri gətirin. Cəmiyyət rəhbəri yerində olmaz, siz gələrsiniz. Təşkilatçı Zahid müəllim elməsə bu alınar. Və yaxud da Allah biz sağ olsun, verişik, olsun. Ali Baş Komandanımızın olsun. Ali Baş Komandan Dəmir yerində yolu olanda hamı yerində olur. Bəli, Xalqlar, başsız dostlar, heç kəs isə bəli, eləyə bilməz. İndi gələydi də başqa bir cəmiyyətdə dursun, gəlsin. Çünki deyirsiniz, maddiyyətimiz yoxdur. Harada necə tapırsınızsa sağ olun. İndi Allah- xanım bayaq dedi, Allah Allah köməklər imkanlı olsun. adamlara, bəlkə də o paylaşımlar eləyəndə indi Zahid müəllimlər montaj eləyəcək. O işlərin biraz qabarda var. Məsələn, bir qısa bir şey deyim ki, burada indi bax rayon cəmaəti yaşayır. Bir hüzür düş var idi, onun palatkası yox idi. Bir dənə imkanlı rayonumuz getdi, aldı, qoydu, təmannası qoydu. Bəlkə elə sizlərin də bu işlərinə işıq gətirəcək. Kömək eləyən olar. İnşallah. Allah köməklər Var, olsun. gözün getdi, qoydu, siz Sabri görürsünüz. gətirdi, qoydu Ha. maşını ilə bir Heç yerdə. bir adımı da çeyin. Bəlkə geri adımı da çəkməyin. Şeydən idi, Allah kömək olsun. El Kəndin olmadı. adı nə? Nəysə də dedi çeyin. Yəni sizə də belə bir əziyyətinizi itirməyən imkanı Təşkilatçı olacaq. eləyənlərdə oldu, Gəlməyizə, səbəb getməyizə, yoxdur, qalmağınıza. var olar. Ona görə Yəni, paylaşın. bunun Təbliğat hamısını o bıraxdı. Gördüyünüz işi eləyən çox sağ olun. Biz dedik ki, biz də yığaq verək. Dedik ki, sizin ehtiyac yoxdur çapınızda. Yəni, gözüm sayılır.